Salam, bugünkü mövzumuz qurunun sularıdır, çaylar mövzusudur. İndi isə mövzumuzun izahına keçək. Deməli, çaylar nədir? Çaylar ümumiyyətlə öz təbii axarı ilə, yaratdığı, çökəkliyi ilə axan, su hövzəsidir. Ümumiyyətlə çayların daima axdığı o hissə var ki, bu o hissə adlanır məcra, yəni daima axdığı, və yaratdığı çökəklik məcradır. Bəzi müəyyən dövrlərdə, bol sulu olduğu dövrlərdə ətraf hissələrə də su basır, yəni o ətraf hissələrdə də su ilə əhatə olunur. O hissələr isə subasar adlanır. Bir də ki, belə deyək, pilləvari, belə deyək, məcralar da var. Bunlar da terraslar adlanır və ümumiyyətlə subasar məcra ümumiyyətlə birlikdə, çayın, vadisini formalaşdırır. Çayın vadisi bu hissələri əhatə edir. Ümumiyyətlə çaylarda, mənbə var, bir də mənsəb var. Mənbə nədir? Mənbə çayın başladığı hissədir. Yəni çayın suyunu, belə deyək, tərkibini bu həmin mənbədən götürür, suyunu həmin bu mənbədən götürür. Mənsəb isə çayın töküldüyü yerdir. Bu isə mənsəbdir. İndi isə burada, çaylar haqqında danışanda çayların ümumiyyətlə qolları ilə birlikdə tutduğu sahə var ki, bu çay hövzəsi adlanır, çay şəbəkəsi adlanır. Çay şəbəkəsinin, və yaxud da çayın su toplayıcı hövzəsi də belə deyək adlanır. İndi burada əgər, çay şəbəkəsinin sıxlığı həmin ərazinin, əgər burada çayların çox olması həmin ərazinin, belə deyək də, iqlimindən çox şey asılıdır. Yəni iqlimi yağıntılıdırsa bu ərazilərdə, belə deyək, çay şəbəkəsi sıx olacaq. Yəni fəsil üzrə dəyişməsindən asılıdır. Bu ərazilərin ümumiyyətlə, relyefindən asılıdır. Bax, bunlar çay şəbəkəsinin sıxlığına təsir edən ümumiyyətlə, hissələrdir. Bəs çay şəbəkəsinin sıxlığını necə tapırıq? Çay şəbəkəsinin sıxlığı bərabərdir. Ümumiyyətlə sıxlıq bərabərdir. Ümumiyyətlə çayın qollarının uzunluğu, ümumiyyətlə uzunluq bölünsün həmin o çayın tutduğu, hövzəsinin tutduğu sahəyə. Bax, bu düstur əsasında biz çay şəbəkəsinin sıxlığını hesablaya bilirik. İndi burada, belə deyək, burada əsasən, çayın biz dedik ki, başladığı mənbələr, məsələn, ola bilər, buzlaq ola bilər, bulaq ola bilər, belə deyək, göl ola bilər. Məsələn, çayın başladığı yeraltı sulardan da əsasən mənbələr götürülür, çay suyun tərkibində olur. Ümumiyyətlə, çayın töküldüyü yerlərdə təbii ki, dənizlər, ondan sonra göl də ola bilər, sonra okeanlar, körfəzlər və bu kimi ərazilərə tökülə bilir. Bir də çayın töküldüyü yerdə iki cür belə deyək relyef forması yaranır. Birincisi elə deltadır. Delta nədir? Delta çayın töküldüyü yerdə, müxtəlif qollara bölünməsidir ki, bu da delta adlanır. Yəni onun səbəbi nədir? Çünki çayın sürətinin belə deyək, sürəti həmin ərazidə, düzənlik ərazilərdə, yəni töküldüyü istiqamətdə azaldığından burada gətirdiyi çöküntüləri bura toplayır. Burada toplayandan sonra artıq çayın qarşısı maneə yaranır. Bu çay da maneəni aşaraq, müxtəlif istiqamətlərdən həmin, belə deyək, mənsəbə doğru tökülür və bunun nəticəsində də qollar yaranır. Bu adlanır delta. Bəs delta aid olan çaylardan məsələn hansılarını biz misal göstərə bilərik? Məsələn, Volqa, Dunay, Nil, Xuanxe, Lena, Mississippi, Orinoco, Niger, Mekong kimi çaylar var ki, bunlar, Yukon, Niger kimi çaylar əsasən deltadır. Bəs estuar nədir? Estuar isə, daha çox çayların mənsəbində töküldüyü yerdə, çayın içərisinə doğru, sanki mənsəbin içərisinə doğru körfəz fason, belə deyək, giriməsidir. Yəni qıf şəklində girintidir. Bu adlanır estuari. Bu hadisələrdə daha çox çayların geriyə çəkilməsi bor hadisələri zamanı daha da intensivləşir. Bu relyef daha da çox, belə deyək, yaranır. Estuari olan çaylara biz fikir versək, məsələn, burada Konqo çayı var. Konqo çayıdır, əsasən Atlantik okean sahillərində. Parana çayıdır, Atlantik okean sahilində, Cənubi Amerikada, Müqəddəs Lavrenti, Şimali Amerikada yerləşən çaydır. Sena, Reyn kimi, Temza kimi çaylar da əsasən Avropada yerləşən, Atlantik okean sahilində yerləşən çaylardır. Peçora, Ob, Yenisey çayları əsasən Şimal Buzlu okean sahilində yerləşən, yəni ora tökülən çaylardır. Sonra Colorado, Kolumbiya çayları Sakit okeana tökülən çaylardır. Zambezi, Murray çayları da Hind okeana tökülən çaylar hesab olunur. Və bunu əsasən bu da estuari aid olan xüsusiyyətlər idi. Çayın su sərfi var. Çayın su sərfi necə hesablanır? Çayın su sərfini hesablamaq üçün biz bir düsturdan istifadə edirik. Bu düstur nədir? Bu düstur
Burada çayın su sərfi qeyd olunur. Çayın su sərfi də, yəni çayın ümumiyyətlə en kəsiyində 1 saniyədə keçən suyun sərfidir. Yəni suya deyilir ümumiyyətlə çayın su sərfi. Əsasən Q bərabərdir F vurulsun V şəklində düsturdan hesablanır. Yəni çayın en kəsiyi vurulsun onun sürətinə. Bax bu düsturdan istifadə edərək bu çayın su sərfini tapa bilirik. Sonra çayın meylliliyi var. Çayın meylliliyi nədir? Çayın meylliliyi ümumiyyətlə çayın meylliliyi bərabərdir. Çayın ümumiyyətlə düşməsi ilə, mənbə ilə mənsəb arasında fərq, düşməsi ilə deməli bölünsün onun çayın ümumi qoluna, uzunluğuna nisbəti. Yəni belə deyək, düşmə nə idi? Düşməni də deyim. Düşmə bərabərdir mənbə ilə mənsəb arasında fərqdir. İndi burada da düşmə mənbə ilə mənsəb arasında fərq dedik, bunu bildik. İndi burada düşmə burada verib, ikinci bizim çayın meylliliyi düsturunda. Ona görə düşməni biz böləcəyik uzunluğa və çayın meylliliyini tapacağıq ki, çay nə qədər meyillilikdən axır və çayın meylliliyi də ümumiyyətlə çayın sürətinə böyük belə deyək də təsir edir. Ən çox da dağlıq ərazilərdən axan çaylarda meyillilik çox olur. Məsələn, Kolumbiya, Kolorado, Amudarya, Sırdərya çayları var ki, bunlar daha çox belə deyək bu prosesə məruz qalırlar. Ümumiyyətlə çay eroziyasında ümumiyyətlə nədir çay eroziyası? Çayların dağıdıcı fəaliyyətidir. Yəni bu dib və yan eroziya da adlanır. Dib eroziyada əsasən dağlıq çaylarda yumşaq suxurların çayın sürətli axımı nəticəsində aşağı doğru belə deyək düşməsi nəticəsində baş verir və nəticədə dibə doğru ensiz dərələr formalaşır. Bunlara da məsələn kanyonlar da deyirlər. İndi burada yumşaq suxurların təsirindən təbii ki olur. Məsələn, hansı çaylar ola bilər? Kolorado, Kolumbiya, Vəlvələ çay, Qusar çay, Qudyal çay, Amudarya, Sırdərya çaylara aiddir. Bir də yan eroziya var. Burada təbii ki çayın sürəti düzənliyə doğru getdikcə bunun sürəti azalır və nəticədə çay məcrası boyu ətrafı yan hissələri artıq nə olur? Eroziyaya məruz qalır və nəticədə yan eroziya baş verir. Burada əsasən dərələr enli, dərinlik az, dağlıq çaylarda isə dərələr ensiz, dərinlik çox olur. Bu, yəni V şəkli ilə dib şəklinin fərqi əsasən, daha doğrusu dib şəkli ilə yan eroziyanın fərqi budur. Məsələn, Volqa çayı, Mississippi, Nil, Kür, Petsora çayları da əsasən bunlara aiddir. Bəs meandr nədir? Meandr ümumiyyətlə düzənlik ərazilərdə fikir verin, yürüyüş çay dərəsi adlanır. Yəni görürsünüz ilan formasında, qıvrılmış formada axan çay dərələrdə, Kürdə də biz bunu müşahidə edirik. Bunlar sonrakı mərhələdə artıq çay öz məcrasını dəyişən zaman burada bir gölməçə qalır, yəni su hövzəsi qalır. Bunlarda çay dərə mənşəli, yəni axmaz mənşəli göllər yaranır. Məsələn, Sarısu, Ağgöl, Hacıqabul, Mehmana, Candargöl kimi gölləri biz burada misal göstərə bilərik. Kanyon da əsasən yenə deyirəm, dar və dərin dərələr də deyirlər. Bunlar əsasən yumşaq suxurların, yəni dağlıq ərazilərdə olan yumşaq suxurların olduğu ərazilərdə baş verir. Burada ərazidə meyilli olur, dağlıq olur, yumşaq olur suxurlar və çay son sürətlə belə deyək hərəkət eləyir ki, o qədər sürətlə hərəkət eləyir ki və həmin ərazini eroziyaya məruz qoyur. Bunlardan da dedik ki, dağlıq çaylar, məsələn, Kolorado, Kolumbiya, Azərbaycanda, Böyük Qafqazın şimal-şərqindəki çaylar, Qusar, Qudyal, Vəlvələ çaylar bunlara daxildir. Burada da görürsünüz bunun şəklidir. V şəkilli dərədir və yumşaq suxurları yuyulması nəticəsində dərin bir dərə formalaşmışdır. Eroziya bazisi nədir? Eroziya bazisi çayın töküldüyü mənsəbin səviyyəsinə qədər düşməsidir. Yəni daha çox eroziya bazisi çayın töküldüyü, yəni mənbədən mənsəbə doğru gələrkən onun səviyyəsinə uyğun şəkildə belə deyək, dərinləşdirə bilir. Yəni məsələn 0 metrdədirsə çay öz dərəsini 0 metrə qədər belə deyək dərinləşdirə bilir bəzi yerlərdə. Bu eroziyanın məsələn okeana tökülür, məsələn okean səviyyəsində olur, 0 metrdə qədər dərinləşdirə bilir. Nə bilim 0 metrdən yuxarı hissələrə tökülür, o səviyyədə ümumiyyətlə belə deyək, həmin mənsəbə tökülə bilir, yəni həmin mənsəbə doğru gedə bilir. Məsələn, burada fikir versək, məsələn, Dneprdir, Nigerdir, Amur çaylarıdır, eroziya bazisi ümumiyyətlə Qara dəniz olan çaylardır 0 metrdə, məsələn, Dunaydır, Dneprdir. Bunlar əsasən
nə olur? Məsələn, okean səviyyəsində olur erozya bazası 0 metrə yaxın olur. Bir də ki, burada erozya bazası qalxarsa, çayın düşməsi azalar. Bəli, erozya bazası qalxarsa, yəni çayın töküldüyü mənsəb, hündürlüyü qalxarsa, təbii ki, çayın mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi azalar. Nəticədə nə olar? Düşmə azalar. Düşmənin hündürlüyü fərqi azalar. Ondan sonra məsələn, dünya okeanından aşağıda yerləşən çaylar var. Məsələn, Xəzərə tökülən çaylar var. Volqa, Ural, Enba, Kür, Araz, Terek, Atrek. Məsələn, daxili hövzəyə aid olan. Dünya okeanından yuxarıda olan çaylar var. Amudərya, Sırdərya, İli, Arpa, Naxçıvan çayı. Bunlar yəni töküldüyü mənsəb 0 metrdən yuxarıda yerləşir okean səviyyəsindən. Burada da fikir verirsiniz, çayın mənbəyidir, bura mənsəbidir. Burada çay yatağı eroziyadan əvvəl, yəni axın başlamamışdan əvvəl belə olub, sonra dəniz səviyyəsinə artıq bu yavaş-yavaş çay eroziyadan sonra dəniz səviyyəsinə ümumiyyətlə uyğunlaşdırıb, dərinləşdirə bilmişdir. Sonra burada çay şəbəkəsinin sıxlığı var. Sıxlıq nəyə bərabərdir? Çay şəbəkəsinin sıxlığı S bərabərdir. Çayın ümumi qollarının uzunluğu bölünsün çayın tutduğu sahəyə. Bunu da yadınızda saxlayın. Bu düsturdan hesablanır. Şəlalə nədir? Şəlalə əsasən belə deyək, dağ çaylarında bərk və qismən yumşaq suxurların növbələşməsi nəticəsində ərazidən axaraq, şaquli istiqamətə axaraq tökülən su ümumiyyətlə hövzəsidir. Fikir versək, burada məsələn bu şəlalə buradan başlayır, bərk suxurlardan yumşaq suxurları yuyur, sonra yenə bərk suxurlara doğru hərəkət edir və çayda ümumiyyətlə şəlalənin əsas xüsusiyyətlərindən biri bərk suxurların üzərindən axmasıdır və dünyada məsələn ən hündür şəlalə Anhel şəlaləsidir. Məsələn, Niagara şəlaləsi, Niagara çayı üzərində Niagara şəlaləsi var. Parana çayı üzərində Iguazu şəlaləsi var. Zambezi çayı üzərində Victoria şəlaləsi var. Kongo çayı üzərində Livingstone Stanley şəlaləsi var. Bunları bilmək lazımdır. Tugela çayı üzərində Tugela Afrikada. Orinoco çayı üzərində də biz bayaqlar dedik Anhel dünyanın ən hündür şəlaləsidir. Azərbaycanda Vəlvələ çayı üzərində Afruca, Dəmiraparan çayı üzərində isə Bucuq şəlaləsi vardır. Sonra gətirmə konuslar var. Gətirmə konuslar haqqında danışanda biz nəyə deyəcəyik? Gətirmə konuslar deməli dağdan düzənliyə doğru qovuşduğu sahədə yaranan bir relyef formasıdır gətirmə konuslar. Yəni dağlıq ərazidən düzənliyə keçid zonasında yerləşir və o sürət qismən yavaşladığından çöküntü yaradır və konusa bənzər formada bu çöküntü yaradır ki, bu da gətirmə konusları adlanır. Bunlar Azərbaycan ərazisində hansı məsələn ərazilərdə var? Məsələn, Qanıq Əriçayda, Qazax Qarabağda, Kürdü Şirvanda, bax bu ərazilərdə daha çox gətirmə konusları yaradılıb. Burada Astana da var. Astana da burada bərk suxurların belə deyək də suyun qarşısına çıxması nəticəsində maneə yaradır və onun üzərindən aşaraq aşağı doğru axır bu Astana. Bunun sxemində görürsüz. Bu Astana adlanır. Sonra alüvyal düzənliklər var. Alüvyal düzənliklər nədir? Çayın ətrafında, çay çöküntülərinin ilə əhatə olunmuş düzənliklərdir ki, bunlar alüvyal düzənliklər adlanır. Elə alüvyal düzənliklərdən onların da yaratdığı, yəni çökmə əsasında yaradılan relyef formalarından biri də delta və gətirmə konuslarıdır ki, bunlar eyni xüsusiyyətə malikdir. Nə baxımından? Yəni çökdürülmə əsasında toplanıb burada, yəni akkumulyativ proses nəticəsində toplanıb burada qalmışdır. Sonra axımın tənzimlənməsi var. Çayların axımı tənzimlənən var, tənzimlənməmiş çaylar var. Məsələn, əgər üzərində su anbarı varsa, bu axımı tənzimlənmişdir. Məsələn, Kürdür, Kolumbiyadır, Volqadır, Fərhad çayıdır, Sırdəryadır, İlidir, Narın çaylarıdır. Bunlar axımı tənzimlənib. Burada indi bir dənə qrafikada nəzər salaq. Deyir ki, axımı tənzimlənmiş çaylar var, axımı tənzimlənməmiş çaylar var. Bunların diaqramda, yəni hidroqrafik şəbəkədə, bu hidroqrafik şəbəkədə, yəni çayın aylar üzrə səviyyəsini göstərir. Burada fikir verin, birinci çayda tənzimlənməmiş çaydır və görürsünüz ki, may belə deyək aylarında, iyun aylarında bunun səviyyəsi çoxalıb. Çox həddindən artıq səviyyəsi yüksəlib. Ancaq çayın tənzimlənəndən sonra fikir verin, bunun səviyyəsi demək olar ki, çoxdur. Bunların kəskin fərqləri yaranmır. Ona görə çayın tənzimlənməsi çayın ümumiyyətlə səviyyəsinin illər ərzində kəskin dəyişməsinin fərqi, belə deyək, azaltdığını qeyd edə bilərik. Terraslar bayaqlar dediyi dip və yan eroziyanın pilləkənvari formada əvəz etməsi nəticəsində yaranır. Stoplayıcı hövzə ümumiyyətlə çay şəbəkəsinin ümumilikdə birlikdə tutduğu belə deyək də stoplayıcı hövzədir. Burada bəzi çay şəbəkələrinin bir-birindən ayıran sərhəd su ayırıcı belə deyək sərhəd adlanır.
Burada qrafiklərə baxaq. Burada şimal subekvatorial buzlaq və musson iqlim belə deyək tipləri və belə deyək bu ərazilərdə olan çayların hidroqrafik şəbəkəsi bu formadadır. Fikir verin, şimal subekvatorial, yəni yayda yağıntı olduğundan çayın səviyyəsi nə olur? Yüksəlir. Deməli, buzlaq yayda buzlaqların əriməsi nəticəsində, musson yayda yağıntı verdiyi üçün fikir verin, yay ayları bunun səviyyəsi maks olur. Digər aylarda isə bunun səviyyəsi aşağı düşür. Sonra qarşı qidalanan çaylara fikir verək. Bunlarda əsasən belə deyək də, payız ayları, payız yay ayları əsasən bu ərazilərdə səviyyə yüksək olur. Digər aylarda isə səviyyələr dəyişkən olur. Sonra ümumiyyətlə buna baxsaq, burada görərik ki, cənub subekvatorial, fikir verin, cənub subekvatorial və şimal Aralıq dənizi. Çünki şimal Aralıq dənizi qışda yağıntılı olduğu üçün qış vaxtları daha çox səviyyəsi yüksəlir çayların. Burada cənub yarımkürəsində də subekvatorial və bizim yayımız onların, daha doğrusu onların yayı bizim qışa düşdüyü üçün ona görə cənub subekvatorial qış ayları daha rütubətli olur. Bir də ki, ekvatorial ərazidən axan çayın ümumiyyətlə səviyyəsinə baxsaq, görürük ki, il boyu sabitdir. Çünki il boyu baş verən yağıntılar əsasında formalaşmışdır. Sonra fikir versək, Avropanın çaylarına baxaq. Avropanın çaylarından məsələn elə buradan başlayaq. Deməli bax, burada Taxo çayı var. Sonra Douro çayı var burada. Sonra fikir verin, Atlantik okeana tökülən çaylardır. Ebro çayı var, Ebro çayı var, Aralıq dəniz sahillərinə tökülür. Sonra Haronna çayı var, Biskay körfəzinə tökülür. Laura çayı, Loara çayı Biskay körfəzinə tökülür. Rona çayı, bunlar Ronadır, Reindir. Bunlar əsasən Alp dağlıq ərazidən əsasını götürür, yəni mənbəsini götürür. Sena Lanmaş boğazından, Reyner Pas-de-Calais boğazına tökülür, Temza Pas-de-Calais boğazına tökülür. Sonra Elba şimal dənizinə, sonra Po çayı Adriatik dənizi sahillərinə, Tiber çayı da burada var. Demək Aralıq dəniz sahillərində. Sonra fikir verin, Odra, Visla, sonra Neman, Baltik dəniz sahilləri, sonra Daugava, Riga körfəzinə tökülür. Sonra fikir versək, burada Dunay çayı demək olar ki, uzun məsafə qət edərək Qaradəniz sahillərinə, Qaradənizə tökülür. Dnestr Qaradənizə tökülür, Dnepr Qaradənizə tökülür. Don çayı var burada, deməli Azov dənizinə tökülür. Sonra fikir versək, Daugava'nı dedik. Burada göldən başlayıb gölə tökülən Onega gölündən Sivir çayı, Ladoga gölündən isə Neva çayı Fin körfəzinə tökülür. Şimali Divina çayı var, Ağ dənizə tökülür. Pechora çayı Pechora dənizinə tökülür. Sonra fikir versək, Volqa çayı, bizə tanış olan Volqa çayı, deməli Xəzər dənizinə tökülür. Ural çayı Xəzər dənizinə tökülür. Bu Xəzər dənizə tökülən hissələrlə biz dedik ki, okean səviyyəsindən mənsubi, eroziya bazası okean səviyyəsindən aşağıda yerləşir. Sonra gəldik Asiyanın çaylarına fikir versək, biz burada əsasən diqqətlə baxsaq, buradan deməli Amudərya, Sırdərya çayları var ki, bunlar Aral gölünə tökülür. Sonra Hilmənd çayı var burada. Hind çayı var Ərəbistan dənizinə, Qanq çayı var, Brahmatura, İravadi, Saulin, deməli Bengal körfəzi, Andaman dənizi, Mekong Cənubi Çin dənizinə. Sonra burada fikir versəz, Yansız çayı Şərqi Çin, Xuanxe çayı isə Sarı dənizinə tökülür. Sonra Amur çayı Tatar boğazına tökülür. Sonra burada digər hissələrə baxsaq, Anadır çayı burada yerləşir. Təxminən Şelxov körfəzinə tökülür. Kolima, Şərqi Sibir, İndigirka, Şərqi Sibir, Yana, Laptevlər, Lena, Laptevlər, Lenanın Aldan bir də Vilyuyu belə deyək, qolları bu ərazidə yerləşir. Sonra fikir versək, buradan deməli Yenisey çayı var. Yenisey çayı da Kara dənizinə tökülür. Burada Ob çayı var. Ob çayı Ob qubasına tökülür. Ob belə deyək, körfəzinə tökülür. Onun da qolları var. Tobol, İşim qolları, Obun qollarıdır. Sonra Yiğit çayı var burada. İrtiş çayı var burada. Sonra Yenisey'in Angara çayı var burada.
Bax, bunlar əsasən Asiyanın çayları hesab edilir. Sonra Şimali Amerikanın çaylarına baxaq. Bering dənizinə Yukon çayı tökülür. Makkenzi dənizinə daha doğrusu Makkenzi çayı Beaufort dənizinə tökülür. Nelson Hudson körfəzinə, Churchill Hudson körfəzinə ümumiyyətlə tökülür. Burada Kolumbiya çayı var. Colorado çayı var. Burada Kaliforniya körfəzinə tökülür. Sonra fikir versək, burada Rio Grande var, sərhəd çayıdır. Meksika ilə ABŞ-ın sərhədində yerləşir. Meksika körfəzinə. Sonra Arkansas, Ohio, Missouri, Mississippi-nin əsas qollarıdır. Mississippi-də Itasca gölündən başlayaraq Meksika körfəzinə tökülür. Sonra burada Müqəddəs Lavrenti çayı əsasən göllər arasında əlaqə yaradan bir çaydır. Yəni bu ərazidə tökülür. Sonra Cənubi Amerikanın çaylarına fikir versək, Cənubi Amerikada fikir verək ki, şimal istiqamətində Magdalena çayı tökülür. Sonra burada Orinoco çayı var. Ən böyük Amazon çayıdır. Burada Marañón, Ucayali çayının başlanğıcından hesablanır. Madeira, Tapajós, Rio Negro çayları, Tocantins çayları, bax bunların əsas qolları hesab edilir. San Francisco çayıdır. Braziliya yaylasından Atlantik okeana tökülür. Ən böyük Parana çayıdır. Parana çayının qolları var. Uruguay, Paraguay çayları da La Plata körfəzinə əsasən tökülür. Sonra gəldik Afrikanın çaylarına. Ən uzun dünyanın Nil çayı buradadır. Bunun Mavi Nil və Ağ Nil, Viktoriyadan başlayan Ağ Nildir. Mavi Nil də əsasən birləşərək Aralıq dəniz sahilinə yəni Aralıq dənizə tökülür. Sonra burada Senegal çayı var, qərb istiqamətdə axan. Sonra Volta çayı var, Niger çayı var, Qvineya körfəzinə tökülən. Sonra Kongo çayı var. Atlantik okeana belə deyək tökülən çaylardır. Bunun diqqətli olun. Nigerdə, Voltadır, Qvineya körfəzi. Kongo isə Atlantik okeana tökülən çaylardır. Zambezi, Limpopo, Hind okeanına, Oranj, yəni Narınc çayı isə Atlantik okeana tökülən çaylardır. Böyük Avstraliyada belə də çox çay şəbəkəsi yoxdur. Çünki quru iqlim şəraiti var burada. Superkik belə deyək də gölləri də var hətta. Yəni bunlar kör mənsəbli çaylardır. Yay vaxtı quruyan çaylardır. Murray və Darling çayları da əsasən böyük Avstraliya körfəzinə tökülən çaylar hesab edilir.